Hər vaxtınız xeyir, əziz tələbələr. Bu videoda 9 mart 2026-cı il tarixində keçirilmiş 11-ci sinif buraxılış imtahanı ingilis dili suallarını izah edəcəm. Əgər bu sınaqda iştirak etməmisinizsə, bundan öncəki videoya baxa, özünüz sualları həll edə, daha sonra bu videoda izahları izləyib sınağınızı yoxlaya bilərsiniz. Gəlin birinci dinləmədən başlayaq. Dinləmə mətni bu şəkildə idi. Mostar is the main city of Bosnia and Herzegovina. Mostar, Bosniya və Herzegovinanın əsas şəhərlərindən biridir. The people of Mostar are known for their hospitality and generosity. Mostarın insanları qonaqpərvərlikləri və səxavətləri ilə tanınırlar. Whether you're attending a local festival in the city or enjoying a cup of coffee at a local cafe, you can feel the warmth and friendliness of the people. Şəhərdə yerli bir festivalda iştirak edərkən və ya yerli kafedə bir fincan qəhvə içərkən insanların səmiyyətini və mehribanlığını hiss etmək burada mümkündür. The city is known for its historical site, Stari Most. Şəhər öz tarixi abidəsi olan Stari Most ilə məşhurdur. The treasure of Mostar, Stari Most, is a 16th century Ottoman-style bridge that connects the two sides of the city. Mostarın xəzinəsi sayılan Stari Most 16-cı əsrə aid Osmanlı üslublu körpüdür və şəhərin iki tərəfini birləşdirir. This extraordinary bridge was designed by the student of the famous architect Mimar Sinan. Bu möhtəşəm və qeyri-adi körpü məşhur Memar Sinanın tələbəsi tərəfindən layihələndirilmişdir. It has been the symbol of the city for over 400 years. Bu körpü 400 ildən artıqdır ki, şəhərin simvolu hesab edilir. The city even took its name from the bridge keepers of Stari Most. Hətta şəhər öz adını da Stari Most körpüsünün keşişçilərindən götürmüşdür. They were called Mostari. Onlar Mostari adlandırılırdılar. The bridge was destroyed during the Bosnian War and rebuilt in 2004. Körpü Bosniya müharibəsi zamanı dağıdılmış, 2004-cü ildə isə yenidən tikilmişdir. The world's oldest diving competition takes place every year at this place. Dünyanın ən qədim suya tullanma yarışlarından biri hər il burada keçirilir. Young men jump from this bridge into the river. Gənc kişilər bu körpüdən çaya tullanırlar. It shows that they are ready for the adult life. Bu göstərir ki, onlar yetkinlik həyatı üçün hazırdılar. The bridge is one of the main tourist attractions of the city. Körpü şəhərin əsas turistik məkanlarından biridir. The streets surrounding the bridge are lively and filled with restaurants, cafes and shops. Körpünün ətrafındakı küçələr canlıdırlar, restoranlar, kafelər və mağazalarla doludular. Dinləmə mətnimiz bu şəkildə idi. Orta səviyyədə bir dinləmə mətni idi. Gəlin suallara baxaq. Which statement is true according to the passage? Verilən cümlələrdən hansı mətnə uyğun olaraq doğrudur? The city Mostar took its name from the bridge keepers. Biz öyrəndik ki, körpü keşişçilərindən adı götürülübdür, Mostari adlandırılırdılar. Ona görə A variantı doğru ola bilər. Lakin gəlin digər variantlara çıxardaq və cavabımızdan əmin olaq. B variantında deyilir, the people of Mostar are considered cold and unfriendly. Mostarın insanları soyuq və dost canlısı kimi görünmürlər, elə deyirlər deyilir. Lakin mətndə deyilir ki, onlar warms, mülayim insandılar və friendlydirlər, dost canlısıdırlar. Ona görə B variantı yanlışdır. C-də deyilir, diving competition takes place in Mostar every month. Hər ay burada suya tullanma yarışları keçirilir. Lakin bu hər ay deyil, hər il keçirilirdi. C variantını çıxartdıq. D-də deyilir, the bridge Stari Most was built in western style. Stari Most qərb stilində tikilmişdi, lakin biz mətndən görürük ki, bu Ottoman style bir, yəni Osmanlı stilində tikilmiş bir körpü idi. Ona görə D variantını çıxardırıq. Y variantına baxaq. The neighborhood of the bridge is known for its quietness. Körpünün məhəllələri, körpüyə yaxın ərazilər öz sakitliyi ilə bilinir. Bu da yanlışdır. Tourist attractions of the city'dir. Biz burada oxuyuruq ki, küçələr əsasən canlıdırlar və restoranlar, kafelər və mağazalarla doludular. Ona görə sakit ola bilməz. Y variantı da yanlışdır. Cavab olur A variantı.
Növbəti sual. The passage is mainly about. Mətn əsasən bu haqdadır. A variantında verilib. The oldest diving competition. Dünyanın ən qədim suya tullanma yarışı. Bu mətndə çox kiçik bir hissədə bəhs edilmişdir. Lakin biz deyə bilmərik ki, ümumi olaraq mətn bu haqdaydı. Ümumiyyətlə, bu tipli sualları yazarkən əsasən çalışın ki, böyük pəncərədən baxasınız. Mətnin kiçik hissələrində bütün bu verilənlərlə bağlı söhbət keçə bilər. Amma ki, əsas odur mətn ümumi olaraq nə haqqındaydı. Bir də baxırıq, A Historical Site of Mostar. Mostarın tarixi bir hissəsi, abidəsi deyə bilərik. B variantı düzgün ola bilər, lakin gəlin digər variantlara baxaq. C-də deyilir, The Hospitality of Mostar People. Mostar insanlarının qonaqpərvərliyi. Bu da sadəcə kiçik bir hissədə idi. Ümumi olaraq biz onların qonaqpərvərliyindən danışmadıq. C variantı yanlışdır. The Bridge Keepers of Starry Most. Starry Most'un keşişçiləri yanlışdır. Tourist Attractions in Mostar. Mostarda turist cəlb edən yerlər, turistik yerlər. Bu da yanlışdır. Cavab olur B variantı. A Historical Site of Mostar. Ümumiyyətlə biz tarix Mostdan danışdıq bu passage-də. Ona görə cavab olur B variantı. Növbəti sual. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Starry Most. Starry Most was designed by Mimar Sinan. Mimar Sinan tərəfindən dizayn edilmişdi Starry Most. Bu yanlışdır. Çünki biz mətndə görürük ki, Mimar Sinan yox, Mimar Sinanın tələbəsi tərəfindən dizayn edilmişdi. İkidə deyilir, was destroyed during the Bosnian War. Bosniyan müharibəsi müddətində bura dağıdılmışdı, düzgündür. Üçdə deyilir, has lately become the symbol of the city. Son zamanlarda şəhərin simvolu olmağa çevrilibdir Starry Most. Bu yanlışdır, çünki o həmişə tarixi bir simvol olaraq qalmışdı. 1 və 3-ü çıxdıqda cavab olur 2, 4, Y variantı. 4də isə deyilir, was reconstructed in 2004. Yenidən tikilmişdi 2004-cü ildə. Görürsünüz, burada rebuild sözü mətndə verilib, lakin sualda isə reconstructed olaraq bu parafrez edilmişdi, yəni sinonim şəklində sizə verilmişdi. Növbəti sual. Write the correct answer to the question according to the passage. Mətnə uyğun olaraq suala düzgün cavab verin. What does Starry Most, the treasure of Mostar connect? Starry Most, yəni Mostarın xəzinəsi nələri birləşdirir? Biz mətndə də oxuduq ki, Starry Most şəhərin iki tərəfini bir-biri ilə birləşdirir. Yəni mətndə siz bu cümlədən istifadə edə bilərsiniz. The treasure of Mostar, Starry Most, is a 16th century Ottoman style bridge that connects the two sides of the city. Növbəti sual. Complete the sentence according to the passage. Young men jump from the bridge into the river to show that they are. Gənc kişilər körpüdən çaya tullanırdılar. Onu göstərmək üçün ki, nəyi göstərmək istəyirdilər? Gəlin həmin cümləni tapaq. Eyni cümləni mətndə axtarırıq. Burada verilib, young men jump from this bridge into the river. It shows that, bu göstərir ki, they are ready for the adult life. Onlar yetkin həyatı üçün hazırdılar. Biz elə bu formada da yaza bilərik. To show that they are ready for the adult life. Növbəti və dinləmənin son sualı. Write one adjective from the passage that describes the word festival. Festival sözünü təyin edən bir sifəti göstərin mətndə. Festival sözünü axtarırıq. Öncəliklə birinci paraqrafda verilib ki, whether you are attending a local festival. Necə bir festival? Local, yəni yerli bir festival. Cavab olaraq siz local sözünü yaza bilərsiniz. Dinləmədən bu qədər. İndi isə gəlin qrammatika suallarına baxaq. Qrammatika birinci sual. Which sentences can't be changed into the passive voice? Hansı cümlələr passive voice, yəni məchul növə çevrilə bilməz? Məchul növə çevrilə bilməyən cümlələrin xəbəri mütləq ki, təsirsiz növdə olmalıdır. Təsirli növ bildiyiniz kimi nəyi sualına cavab verir? Təsirsiz növdə nəyi sualına cavab verməyən bütün feillərdir. Məsələn, the teacher assessed the presentations about Shakespeare. Üçüncü cümlə, müəllim dəyərləndirdi prezentasiyaları Shakespeare haqqında. Burada müəllim dəyərləndirdi dedikdə nəyə sualına cavab verə bilirik? Müəllim nəyi dəyərləndirdi? Çünki cümlədə tamamlıq var. Həmçinin dördüncü cümlədə olduğu kimi Sally saw two deer. Sally gördü iki maralı. Nəyi? Maralı. Burada da nəyi sualını verə bilirik. Lakin birinci və ikinci cümləyə baxdıqda Alice went. Alice getdi.
haraya deyirik, nəyi deyə bilmirik. Bazar düzü is. Bazar düzü is the highest peak. Ən yüksək zirvədir Azərbaycanda. Nədir deyirik, nəyi yenə də deyə bilmirik. Ona görə cavab olur 1, 2. 1 və 2-ci cümlələr həm tamamlığı yoxdur, həm də təsirsiz növdədir deyə biz bu cümlələri məchul növə çevirə bilmərik. Növbəti sual. Choose the correct option. My niece speak French, but my nephew. Cümlədə but ziddiyyət bildirən connective bağlayıcı vardı. Ona görə ziddiyyət bildirdiyi üçün bir tərəfi təsdiq, digər tərəfi isə negativdə olmalıdır. Belə verilməyən variant sadəcə C variantıdır. Bir də B variantında hər ikisi negativdə verilib. B və C variantlarını çıxardırıq. Digər variantlarda isn't able'dan sonra to işlənməyib. Ona görə A və D-ni çıxardırıq. Cavab oldu Y variantı. My niece can speak French, but my nephew cannot. Mənim bacımın qızı fransız dilində danışa bilir, lakin bacımın oğlu fransız dilində danışa bilmir. Y variantı düzgün variantdır. Növbəti sual. Choose the correct option. Düzgün variantı seçin. Bizə verilənlərdən görürük ki, biz cümlədə gerund və infinitivə baxmalıyıq. Yəni cümlədə to işlənməlidir, yoxsa ing işlənməlidir və yaxud ing və to ilə işlənən sözləri seçməliyik. Bizim cümləmizdə to verilib. To launch. To verilibdirsə, biz let və make-i silməliyik və yaxud da made-i. Çünki let və make özündən sonra to-suz feil istəyir. Ona görə 2 və 3-cü verilən çıxdı. Cavab oldu 1-4 C variantı. The supervisor expected the engineers to launch və yaxud da the supervisor asked the engineers to launch their projects by Friday. Supervisorlar Friday, yəni 5-ci günə qədər mühəndislərdən proyektlərinə başlamalarını gözləyirdilər və yaxud da xahiş etdilər. Növbəti sual. Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçin. Bütün verilənlərdə how many sual sözü başda işlənib, ona görə doğrudur. Daha sonra isim gəlir, bu da doğrudur. Lakin A variantında C və D variantında köməkçi feil gəlib, B və G-də isə gəlməyib. Köməkçi feil işlənmədiyi üçün B və Y variantını çıxardırıq. Diddən sonra bizim subjectimiz işlənməlidir. Ona görə you olan cavabları saxlayırıq. A, C düzgündür. Sonda isə did işlənibdirsə, biz bilirik ki, artıq ikinci dəfə id artırmağa ehtiyac yoxdur. C variantında çıxardırıq. Cavab oldu A variantı. How many documents did you sign? Cümlənin tərcüməsi neçə sənəd imzaladın şəklində olur. Növbəti sual matchingdir. Yəni sözləri və onların mənalarını bir-birləri ilə uyğunlaşdırmalıyıq. Deməli, bir də to bother sözü verilib. Bother narahat etmək mənasına gəlir. C ilə uyğunlaşır. Bir də C to annoy or worry somebody, kimisə incitmək və ya narahat etmək. İkidə to trust, güvənmək deməkdir. A variantı ilə uyğunlaşır. To believe that somebody is honest and good. Kiminsə yaxşı və ya düzgün olmasına inanmaq. Üstə to alter isə dəyişdirmək deməkdir. B variantı ilə uyğunlaşır və biz digər iki variantdan əgər əminiksə, onu qoyub, üçü də B ilə uyğunlaşdıra bilərik. To make something different in some way. Nəyisə hər hansı bir başqa fərqli yolla etmək deməkdir. Deməli, 1C, 2A, 3B cavab olur A variantı. Növbəti suala baxırıq. Choose the correct tense form. Düzgün zaman formasını seçin. You'd better not buy those shoes. Yaxşı olardı ki, sən bu ayaqqabıları almayasan. They will hurt you when you. Onlar səni incidəcək. Nə vaxt ki, sən gəzirsən deməliyik. When-dən sonra birbaşa will işlənməz. Ona görə A variantını çıxartdıq. Həmçinin cümlədə iki tərəfli will işlənmiş olacaq deyə A variantı tamamilə yanlışdır. D variantına baxaq. Have walked. When-dən sonra bitmiş zaman işlənmir. D-də çıxdı. Y variantında walked və C variantında were walking zamanları isə cümlə ilə uzlaşmır. Çünki bir tərəfdə gələcək zaman, bir tərəfdə keçmiş zaman istifadə edə bilmərik. Ona görə cavab olur B variantı walk. Onlar səni incidəcək. Nə vaxt ki, sən gəzirsən, present simple tense. Növbəti sual. Choose the line of compound nouns. Mürəkkəb isimlərin sırasını seçin. Gəlin mürəkkəb isimləri tapmaq üçün biz sadə və düzəltmə isimləri çıxardaq. Ada information-da şın şəkilcisi
C variantında darkness sözündəki ness şəkilçisi, D variantında agreement sözündəki ment şəkilçisi, E variantında isə brotherhood sözündəki hood şəkilçisinə görə biz bu variantları çıxardırıq. Geriyə sadəcə qalır B variantı. Shoemaker, mindset, snowdrop. Bu sözlər compound nounlar, yəni mürəkkəb isimlər hesab olunur. Çünki iki sadə ismin birləşməsindən yaranıb. Növbəti sual. Choose the correct option. Düzgün variantı seçin. The professor talked his colleague, his students. The professor danışdı. Kimə? Biz bilirik ki, talk sözü mütləq to preposition, to sözünüsü ilə işlənməlidir. Buna görə to olan variantları seçirik. B və C variantı qaldı. Cümlədə to-nu yerinə qoyduqdan sonra baxaq. The professor talked to his colleague, his students düzgün olmaz. Nə haqqında danışdı? Haqqında sözü də C variantında verilib. Öz tələbələri haqqında professor iş yoldaşına danışdı şəklində cümlə tərcümə olunur. C variantı düzgündür. Növbəti sual. Choose the correct option. Düzgün variantı seçin. The girl looked at in the mirror. Qız baxdı aynada. The girl sözündən başa düşürük ki, bu mütləq herself olmalıdır. Her qadın cinsində işlənir, himself kişi cinsidir, Y tamamilə yanlışdır. Themselves they olsaydı işlənərdi, myself I ilə, we isə ourselves-də işlənir. Ona görə cavab olur A variantı. Növbəti sual. Complete the sentence. Cümləni tamamlayın. Do you know when his morning exercises? Burada önəmli nöqtə odur ki, cümlə do you know ilə başlayır. Əgər cümlə do you know ilə başlayırsa, biz burada sual formasını deyil, cümlə formasını seçməliyik. Yəni, köməkçi feil öncədə gəlməməlidir. Do, does, did, bunlar birinci yox, ikinci sırada gəlməlidir. Subjectdən sonra işlənməlidir. A variantı, D variantı və C variantını çıxardırıq. Çünki burada köməkçi feillər önə keçmiş və sual formasını yaratmışdı. B və Y variantları arasında qalırıq. Y variantını da çıxartmalıyıq. Çünki bayaq da qeyd etdiyim kimi və-dən sonra bitmiş zaman işlənmir. Cavab olur B variantı. Do you know when he does his morning exercises? Sən bilirsən o nə vaxt səhər idmanını etmişdi. Növbəti sual, make up a sentence cümlə qurmaqla bağlıdır. Birinci subjecti tapmağa çalışırıq. The girls have been making bizim feilimizdir. 2 və 4 ilə başlayan cavabları saxlayırıq. Cavab D, Y variantlarından biri ola bilər. 2-4-dən sonra 6 in the kitchen birbaşa yer zərfi işlənməz. Cavab olur D variantı. The girls have been making salad in the kitchen for 20 minutes. Zaman zərfi həmişə yer zərfindən sonra işləndiyi üçün bu tamamilə düzgündür. Cavab olur D variantı. Növbəti sual. Choose the pair of words with opposite meanings. Əks mənalı sözlər cütünü seçin. Strong, powerful eyni mənalıdır, güclü deməkdir. Defensive, protective, qoruyucu, müdafiə edən mənaları var, eyni mənadadır. Mild, soft, yumşaq, mülayim mənaları var, ikisi də eyni mənadadır. Massive, large, böyük mənasındadır. Ona görə bütün bu variantları çıxardırıq. Cavab olur A variantı. Previous, əvvəlki deməkdir. Next isə sonraki, tamamilə əks mənalı sözlərdir. Choose the correct option. Düzgün variantı seçin. Photo which was taken by William was best one. Biz bilirik ki, superlative, yəni üstünlük dərəcəsi ilə biz mütləq ki, the article-dan istifadə etməliyik. The article olmayan bütün variantları silirik. B, C, D getdi. Cavab ola bilər A və yaxud da Y variantı. Biz burada fotonun William tərəfindən çəkildiyini artıq bilirik deyə mütləq ki, müəyyən article-dan istifadə etməliyik. The photo which was taken by William was the best one. William tərəfindən çəkilən foto hansı foto? William tərəfindən çəkilən foto ən yaxşısı idi. The article təyin edici rolda işlənibdir burada. Cavab Y variantı olmalıdır. Növbəti sual. Choose the correct option. Düzgün variantı seçin. Jane traveled a lot last year. Her sister did. Cümlənin iç tərəfində negativ işlənmədiyi üçün A variantını çıxardırıq. İkinci tərəfdə də did, yenidən negativ heç bir şey olmadığı üçün biz B variantını və D variantlarını çıxardırıq. C və Y variantları qalır. Y variantı da təzadlıq bildirir, lakin cümlədə təzad yoxdur. Məna və məntiqi olaraq düzgün olmadığı üçün cavab olur C variantı. Gəlin baxaq. Jane traveled a lot last year. Jane keçən il çoxlu səyahət elədi. And her sister did too. Və onun bacısı da həmçinin, yəni belə etdi. Ona görə C variantı burada düzgün variantdır.
Növbəti sual. Choose the correct option. Düzgün variantı seçin. Some of the insects are harmful, others are beneficial. Cümlədə təzad vardı. Bəzi həşəratlar zərərlidirlər, bəziləri faydalıdırlar. Təzad olduğu üçün harmful və beneficial sözlərinə görə cavab olacaq D variantı but. Some of the insects are harmful, but others are beneficial düzgündür. Choose the correct option. Düzgün variantı seçin. The river is and then that one. Cümlədə then verildiyi üçün başa düşürük ki, biz müqayisə dərəcəsi istifadə etməliyik. And-dən əvvəl və sonra gələn sözə də eyni dəyişikliklər tətbiq olunduğu üçün biz mütləq hər iki sözümüzü də müqayisə dərəcəsində istifadə etməliyik. Wider və longer kimi. This river is wider and longer than that one. Longer ilə more işlənməz A variantını çıxardırıq. C variantında long adi dərəcədədir. Y variantında da həmçinin. D variantında isə wide və long hər ikisi adi dərəcədə işlənib deyə bunlar düzgün variantlar deyil. Cavab olur B variantı. İndi isə birinci mətni tərcümə etməklə gəlin oxuma suallarına baxaq. Nellie Harper Lee is the author of one of the most fascinating and the best-selling books of American literature. Nellie Harper Lee Amerika ədəbiyyatının ən maraqlı və ən çox satılan kitablarından birinin müəllifidir. Her writing was heavily influenced by her childhood experiences in Monroeville, where she witnessed hardships and discrimination. Onun yazıcılığı Monroeville şəhərində keçən uşaqlıq təcrübələrindən güclü şəkildə təsirlənmişdir. In high school, Lee developed an interest in English literature and became a member of Literary Honor Society. Orta məktəbdə oxuyarkən Lee ingilis ədəbiyyatına maraq göstərməyə başladı və Ədəbiyyat Şərəf Cəmiyyətinin üzvü oldu. Maintaining her interest in writing, Lee contributed to the school's newspaper, The Rammer Jammer. Yazıya olan marağını davam etdirərək o məktəbin Rammer Jammer adlı qəzetində yazılar yazırdı. Although Lee was later accepted into law school, her enthusiasm for writing never ended. Baxmayaraq ki, Lee sonradan hüquq fakültəsinə qəbul oldu, amma onun yazmağa olan həvəsi heç vaxt bitmədi. Therefore, she left the university and decided to pursue her dream of becoming a writer. Buna görə də o universiteti tərk etdi və yazıcı olmaq arzusunun arxasınca getməyə qərar verdi. Her first book, To Kill a Mockingbird, was a huge success. Onun ilk kitabı To Kill a Mockingbird böyük uğur qazandı. This timeless work has had a lasting impact on literature, addressing the topics like injustice, moral growth, and empathy. Bu klassik əsər ədəbiyyata uzun müddətli təsir göstərmiş və ədalətsizlik, mənəvi inkişaf və empatiya kimi mövzulara toxunmuşdu. Üçüncü hissə. The novel To Kill a Mockingbird has been translated into about 40 languages with more than 1 million copies sold each year. To Kill a Mockingbird romanı təxminən 40 dilə tərcümə edilmiş və hər il 1 milyondan çox nüsxə satılmışdır. Afterwards, she was awarded the prestigious Pulitzer Prize for Fiction. Sonralar bu əsərə görə o nüfuzlu Pulitzer bədii ədəbiyyat mükafatı ilə təltif edilmişdir. She was also presented with the Presidential Medal of Freedom by President George Bush in 2007 for her contributions to literature. Həmçinin 2007-ci ildə ABŞ prezidenti George Bush tərəfindən ədəbiyyata verdiyi töhfələrə görə Prezident Azadlıq medalı ilə mükafatlandırılmışdır. Later in 2015, Lee published her long-awaited novel Go Set a Watchman, which had been written before To Kill a Mockingbird. 2015-ci ildə isə Lee uzun müddət gözlənilən Go Set a Watchman adlı romanını nəşr etdirdi. Bu əsər To Kill a Mockingbird romanından daha öncə yazılmışdı. Reading ilə bağlı birinci suala baxaq. Which statement is true according to the passage? Mətnə uyğun olaraq hansı cümlə düzgündür? Harper Lee was awarded the Pulitzer Prize for Fiction for Go Set a Watchman. Harper Lee Go Set a Watchman romanına görə Pulitzer mükafatını qazanmışdı. Yanlışdı, çünki o To Kill a Mockingbird əsərinə görə qazanmışdı bu mükafatı. A variantını çıxardırıq. B variantında The First Book of Harper Lee was a complete failure. Harper Lee-nin ilk əsəri tamamilə bir uğursuzluq nümunəsi idi deyilir. Lakin bu yanlışdır.
Bizə bu haqda heç bir məlumat verilməyib mətndə. C variantında deyilir, Go Set a Watchman was printed before To Kill a Mockingbird. Go Set a Watchman əsəri To Kill a Mockingbird-dən daha öncə print edilmişdi. Go Set a Watchman daha öncə yazılmışdı, burada deyilir, lakin print daha sonra edilmişdi. Ona görə C variantı yanlışdır. D variantında To Kill a Mockingbird has had a great influence on literature. To Kill a Mockingbird əsərinin ədəbiyyatda böyük təsiri vardı. Bu düzgündür və həmçinin mətndə də göstərilibdir. Y variantını oxuyaq. President George Bush awarded Lee for her achievements at the university. George Bush Lee-ni universitetdə öz nailiyyətlərinə görə mükafatlandırdı. Bu da yanlışdır. Universitetdəki nailiyyətlərinə görə yox, əsərinə görə mükafatlandırmışdı. Cavab olur D variantı. Növbəti sual. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Harper Lee A variantında deyilir, had a degree in law before becoming a writer. Yazıcı olmazdan əvvəl hüquqşünaslıqda dərəcəsi var idi. Sadəcə hüquq fakültəsinə qəbul olmuşdu. A variantı yanlışdır. B variantı had a happy and carefree childhood in Monroeville. Monroeville-də qayğısız və xoşbəxt uşaqlıq illəri keçirmişdi. B variantı yanlışdır. Çünki biz bilirik ki, onun günləri orada çətin keçmişdi. C variantı became interested in English literature in high school. Ali məktəbdə ingilis dili ədəbiyyatı ilə maraqlanmağa başlamışdı. Tamamilə doğrudur. Bizə mətndə də bu cümlə verilib. D variantında founded the newspaper, the Rammer Jammer. Rammer Jammer qəzetinin əsasını qoydu deyilir, lakin əsasını qoymadı. Harper Lee sadəcə ona töhfələr verdi. Y variantında always dreamed about getting accepted to a law school. Həmişə hüquq fakültəsinə, məktəbinə daxil olmağın xəyalını qururdu. Lakin mətndə görürük ki, o həmişə writer, yəni yazıcı olmağın xəyalını qurubdu. Ona görə Y variantı da yanlışdır. Burada düzgün cavab C variantıdır. Became interested in English literature in high school. Ali məktəbdə ingilis dili ədəbiyyatı ilə maraqlanmağa başlamışdı. Növbəti sual. Choose the correct answer to the question according to the passage. Mətnə uyğun olaraq düzgün cavabı seçin. What had an effect on Nellie Harper Lee's writing? Nellie Harper Lee'nin yazısında nələrin təsiri var idi? Bir də deyilir, unfair treatment towards other people. Başqa insanlara qarşı ədalətsiz yanaşma, davranış. Bir ola bilər, çünki burada verilibdir. Her writing was heavily influenced by her childhood experiences in Monroeville və ya she witnessed hardship and discrimination. Discrimination ayrı seçkilik deməkdir. Yəni, başqa insanlara ədalətsiz yanaşma ola bilərdi. Ona görə birinci verilən düzgündür. İkidə the success of her published books, öz əsərlərinin çap olunmuş kitablarının uğurundan o təsirlənmişdi, 2 yanlışdır. 4-də deyilir Literary Honor Society, ədəbiyyat şərəf cəmiyyətindən effektlənmişdi. 4 də yanlışdır. Cavab olur 1-3. The difficulties she experienced. B variantı tamamilə doğrudur. Növbəti sual. The passage is mainly about. Mətn əsasən bağlıdır. Bayaq da qeyd etdiyim kimi bu suala daha böyük pəncərədən baxmalıyıq. Bütün verilənlər mətndə öz əksini tapa bilər, lakin ümumiyyətlə nədən bəhs olunurdu, onu tapmalıyıq. B variantında Childhood Years of Nellie Harper Lee, yəni Nellie Harper Lee-nin uşaqlıq illərindən sadəcə danışıldığı deyilir, yanlışdır. Uşaqlıq illərindən bəhs edildi, lakin sadəcə mətn o haqdaydı. Xeyr. C variantı Well-known books of American literature. Amerikan ədəbiyyatının məşhur kitabları, bu barədə də bəhs olunmadı. D variantında Different works written by Harper Lee. Harper Lee tərəfindən yazılan müxtəlif əsərlər barəsində danışıldı, lakin mətn ümumiyyətlə bu barədə deyildi. Y variantı The best-selling book of Harper Lee. Harper Lee-nin ən çox satılan kitabı haqqında danışıldı, lakin bir kitabı haqqında daha da danışılmışdı. Bunu da seçə bilmərik. Cavab olur A variantı. An award-winning American writer. Mükafat qazanan Amerikan yazıcısı Harper Lee, onun əsəri, uşaqlığı, bütün bunlar orada əks olunmuşdu. A variantı daha geniş verilən olduğu üçün və doğru olduğu üçün biz A-nı seçməliyik. Which word from paragraph 1 best fits the definition to see or observe something happen? Paragraf 1-dən verilən mənaya uyğun gələn sözü seçin.
nəyinsə baş verdiyini görmək və ya müşahidə etmək. Bu Azərbaycan dilində nəyəsə şahid olmaq sözüdür. Şahid olmaq sözü isə ingilis dilində witness deməkdir. Birinci paragrafdan biz görürük ki, she witnessed hardships and discrimination. O şahid olubdur çətinliklərə və ayrı seçkiliyə. Sadəcə witness sözünü yazmaq burada kifayətdir. Növbəti sual. Write the synonym of the word passion from paragraph 2. Paragraf 2-də passion, yəni istək sözünün sinonimini tapmalıyıq. Paragraf 2-də istək sözünə yaxın mənalı söz enthusiasm, yenə də istək, arzu mənasını bildirən sözdür. Növbəti sual. Complete the sentence by changing at least 2 words according to the passage. Ən azından 2 sözü mətnə uyğun olaraq dəyişdirərək cümləni tamamlayın. She left the university and. O universiteti tərk etdi və gəlin həmin cümləni birinci mətndə tapaq. She left the university and decide sözünün yerinə made her mind up deyə bilərik. Made her mind up to pursue. To pursue sözün yerinə follow deyə bilərik. To follow her dream of becoming, gəlin being şəklində yazaq. Being a writer, writer sözünü də asanlıqla biz author olaraq dəyişdirə bilərik. Cümlə tam şəkildə bu formada olacaq. She left the university and made her mind up to follow her dream of being an author. Sonuncu sual. Answer the question by expressing your opinion. Öz fikrinizi ifadə edərək suala cavab verin. Write at least 3 sentences. Ən azından 3 cümlə yazın. Which childhood dream would you like to realize and why? Siz hansı uşaqlıq arzunuzu reallaşdırmaq istəyərdiniz və niyə? Əslində bu bildiyiniz kimi hər kəsin özünün individual olaraq yazması lazım olan bir cavabdır. Sadəcə mən öz fikrimi sizinlə paylaşa bilərəm ki, mən olsaydım bu şəkildə ifadə edərdim ki, I would like to realize my childhood dream of traveling around the world. Traveling would allow me to see beautiful places, meet new people and learn many new things. I believe it would help me understand the world better and create unforgettable memories. Burada mən qısa olaraq öz uşaqlıq xəyalımın nə olduğunu dedim. Bunun mənə necə kömək edəcəyini dedim. Yəni bu niyə mənim uşaqlıq xəyalımdır, bundan bəhs etdim. Siz də özünüzün hansı uşaqlıq xəyalınızı reallaşdırardınız və niyəsini komment bölməsində qeyd edin zəhmət olmasa. Videonu bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Gələn videolarda görüşənədək. Hələlik.